Ayətullah Kərəmi buyurdu bir şirkət oturuşu. Ağuz Həzrət İmam Rıza Ağanın hərəminin doğrasını kontrat eləmişdi. Gəlir bəd az əqdi qərardat, deyir mənə də icazə verirsiniz ki, məndə çıxan bu Ağuzun, bu dəbdəbə, o kəbkəbə, o cah, o cəlal əzəmətinə bir mən də tamaşa eləyim. Deyirlər bizim qabağımızın qapısı hamının üzünə açıqdır, hamının üzünə. Deyir axı mən erməniyəm. Deyirlər ağamızın qapısı kafərinlə üzünə açıqdır, buyurun. Bu mühendis sahibi şirket servetmenterin merdi oturuş gelir bunun yolun salınıp Kızıl Səqqaxananın həyətindən baxır görür bir yerde dayanıbla o təlai piyalardan 10 nəfər bir dənə piyalada su içirlər. Deyir ağa az nəzəri Behtaşlı bu yaxçı deyil 10 nəfər bir dənə piyalada su deyirlər baba burada herkes bu piyalarda su içsə şəfaat var bu ağanın şəfaxanədir bura. Bunun yolu düşür o fulat pəncərənin kənarından görür bir itdə sərətani cozami nabina əlsiz, ayaqsız, məriz, naəlac mərizi gətiriblər, ipin bir tərəfini bağlayıblar, bir dənə dəmir pəncərəyə, bir namı fulat pəncərə, bir tərəfində ipin bağlayıblar mərizlərin boynuna. Sual eləyir, deyir, baba bu mərizlərin yeri Bimarıstandır, bunlar gələk Bimarıstanda olarlar, bunlar niyə burada və bu cür müəzzəb ip bağlayıbsınız bunların boynuna? Deyirlər, Cənab ay mühəndis, bunlara döhdürlər cavab eləyiblər. Day bunların dərdinə əlaş yoxdur, gəliblər burada ağıya dəxil düşüblər. Bu İmam Rıza ağıya gəliblər dəxil düşüblər. Çün etiqadı yoxdur, deyir, aya indiyə kimi bu dəxil düşənlərdən burada şəfa alıblar. Öz dilicə mühəndisin deyil, ay mühəndis, milyon nəfər bu pəncərənin dalında şəfa alıblar. Çün ürək açıqdır, ürək patdır, ürəkdən nur var. Deyir, bilafasla bir dənə uzun ip gətirin. Servetmenterin merdi oturuş sahibi şirket bir uzun ip getirin. Bir uzun ip getirirler. Deyir bir tarafını bağlayın o pəncərəyə. Bağlayın o pəncərəyə ay əmir. Deyir bir tarafında bağlayın tez benim boynuma. O Nadişahın zəncir qəziyyəsi kimin heç kəs cəsarət edib bu ipin mühəndisinin boynuna bağlayanmır. Çəkiş, bərkiş o biz bağlayanmarıq deyir baba mən deyirəm, mən özüm deyirəm bağlayanmırlar. Ağanın xadimlərindən biri təşrif gətirir. Nə xəbərdir? Nə sər sedasıdır burada deyirlər, bu bizim mühəndisimizdir. Bizə deyir bu ipi bağlayın bizim boynumuza stres tapdı bu mərizləri gördü. İhsasatı oldu bu mərizləri gördü. Biz də bağlayanmırıq bu ipi. Deyir bu mühəndisizdən soruşun ki, hər kəsin dərdi olsa bu iplərdən bağlar boynuna, burada ağıya dəxil düşər. Sən ki səlamətsən, səninki biz adın deyil. Sən bu ipi niyə bağlıysan boynuma? Soruşurlar, deyirlər, bu ağanın xadimlərindəndir, bu belə soruşur. Ay mühəndis, cavabın. Deyir ona deyin ki, mən özümün heç zadım deyil. 17 sinində bir qəti nuxa qızım var. 62 dənə Ayətullah Kərəmi buyurdu. 62 dənə xarici keşfər aparmışam. Heç yerdə dərdinə dərman olmuyor. Buradan soruşanda bu ağanın cahı cəlalı cəbərutini gördüm. Cahı cəlalı əzəmətini gördüm. Mənim də ürəyim sındı. Deyirəm, mən də bu şiyələrin ağasına bir dəxil düşüm. Xadim deyir, ipi vermənə. İpi alır, bağlayır mühəndisin boynuna. Ayətullah Kərəmi buyurdu 10 dəqiqə idi ip mühəndisin boynundaydı. Mühəndisin həmrahı zəhv verir. Əlo, bəli. Kimdir? Deyirlər, mühəndis xanımındır. Nə işi var? Deyirlər, bilmir ki. Quşunu alır. Xanım, bedunin ki məndən danışasan qət elə. Şiyələrin ağasının it olmuşam. Boynuma ip salmışam. Dəxil düşmüşəm burada. Mənim halımı pozma. Təmərkuzumu bəhəm vurma qət eləyir. 5 dəqiqədən sonra cinə həmrah zəhv verir. 5 dəqiqədən sonra Ayətullah Kərəmi buyurdu. 5 dəqiqədən sonra cinə zəhv verdi həmrah. Biyon məməmədir, kimdir? Deyirlər, mühəndis xanımını gör, nə deyir? Alır xanım, niyə qoymusan? Mən dərdimi bu şiyələrin ağasına deyəm. Xanım, burada bir səfali ağa tapmışam. Xanım, bir səfali yer tapmışam. Qızımın tərəfindən dəxil düşmüşəm. Boynuma ip bağlamışam. Xanım, yerim boş. Bir ayrı haldıyam. Mənim təmərkuzumu bəhəm vurma. Xanımısı deyir, mühəndis, neyiniyəcəksən elə? Nə deyəcəksən deyir, nə iş görəcəksən gör. Bir də nə sualım var, tez cavabımı ver. Deyir, nədir sualım? Deyir ki, ağay mühəndis, Rıza kimdir? Mühəndis, Rıza kimdir? Ay balası məriz olan, ay nənəsi məriz olan. Rıza sənin ağındır ha? Ürək vaç. Mühəndis, Rıza kimdir deyir, xanım Rızanı neynisən? Oturuş ala İran haram məşəd ara. Rızanı hardan eşidibsən, adı nereden eşidibsən? Deyir mühəndis, müjdə ver, qızın durup yeriyir, deyirdikcə deyir, Rıza. İltimas dua. Allah cəmi mərizləri
şəhidlərimizə İmam Rıza Ağanın əlindən hamısına libas-ı afiyət geyindir. Bu biriya azanı bizdən qəbul elə. Kərbəla görməyənlərə bu gecə bir bərat Kərbəla Həzrət Zəhra xanımın o sınıq əli ilə inayət elə. Allah bu vəbal-i giranini, bu sərətan-ı bihicamini bizim məmləkətimizdən uzaq elə. Sərbaz-ı sifridən rəhbəri məmləkətə kimin, o kəsləri ki İslam-ı Nab-ı Muhammediyə xidmət eləyirlər, nəzəri yolları üstündən kəsmə. Allah şəhidlərimizin dərəcələri alidir, mütəali elə. Səni yandı verirəm o qeyrətdə Əli Əkbər ağamın ehtiramına. Bu qeyrəti, bu səxavəti, bu ağalığı cavanlarımızın əlindən, effət o isməti nənələrimizin, bacılarımızın əlindən alma. Allah, səni yandı verirəm o saqqalı qana batan Həbib ibn Məzahir ağamın ehtiramına. Ciş sifitlərimizi Həbib ibn Məzahir ağamına məşhur elə. Cəmi mərizan-ı müsliminin ilahı, Həzzət Rüqəyyə, Həzzət Əvəlfəzl ağaya, Həzzət Əli Əkbər ağaya, Həzzət Əli Əsgər ağaya xatır. Cəmi mərizan-ı müsliminin qəlbin kəssət afiyyətinə müləbbəs elə. Səni and veriyor nəhr-i əlqəmdə düşən əllərin ehtiramına. Səni and veriyor qumata bağlanan əllərin ehtiramına. Çəşm. Buyururlar o məfqudul əsərlərdə, çəşm. Allah tamamı məfqudul əsərləri tezlikcə öz xanavadələrinə yetir. Sən and veriyor qumata bağlanan bir cüt balaca əllərin ehtiramına. Sən and veriyor o nəhr-i əlqəmdə düşən əllərin ehtiramına. Sən and veriyor o sarıban qətiləyən əllərin ehtiramına. Allah sən and veriyor taziyanələr qabağına, qəmçilər qabağına verilən əllərin ehtiramına. İlahi sən and veririk o qəmçilər, taziyanələr gövərdən əllərin ehtiramına. Bilin nə deyim, sən and veririk Qonfuzun odunu, Ömərin şəmşirinin qəlafı sındıran əlin ehtiramına. Ağamızın zuhuru ilə qərib elə.